Demək yoldaşlar, bugünkü mövzumuz paragraf 1.1, paragraf 1.2 və paragraf 1.3-dür. Hər birindən danışırıq. Nə olan şeydir bunlar? Verbal şifrələr, verbal dedikdə sözlərlə bağlı test tapşırırdı ki, məntiq dərsində, məntiq mövzusunda, məntiqdə mövzular arasında ən sadə mövzulardan, ən rahat mövzulardan biridir. Mahiyyəti nə olan şeydir? Deməli, sizə belə bir test verir. 5 dənə mənalı və ya mənasız ola bilər sözlər verilir və sizdən ilkin sözünün tapmaq istəyir ki, bu hansı variantla uyğundur. Bu testləri cavab variantlarıyla işləyirsiniz. Bəzi nümunələr olacaq ki, qarşısında ədədlər verəcək, olaya əsasən işləyərsiniz, amma əsasən cavablara görə işlənilir. Test dərs o qədər asan bir dərsdir ki, burada hər cür yanaşma, yəni hərəmiz bir cür yanaşma desək, hər birisi doğru olar. İndi bir yoldaş qısa yoldan gedər, biri uzun yoldan gedər, amma nəticədə eyni cavabı alacaqsınız. Məsələn, nüanslar fərqlidir. Kimsə deyə bilər ki, ilkin sözündə i ilə i təkrarlanır deyə. Məsələn, buna görə mən ata bilərəm C variantını. Çünki burada 2 ilə 4 təkrarlanmır mövqe olaraq. Və ya mən nə edəcəm burada? Gəlin, yeni başlayırıq deyə birinci variantları alt-alta köçürdürəm. Gəlin bir dənə variantları alt-alta köçürdək. Nə demək istədiyimi indi tam ətraflı sizə başa salacağım. Məsələn, A variantı 14, 14, 743. Sonra D variantı 53, 856. B variantı 24, 751. Y variantı 30, 934 və C variantı 24, 149. Mən 5 dənə variantı yığdım alt-alta. Bundan sonra məndən nəyə soruşur? İlkin sözünü. Siz burada birinci sütuna da baxa bilərsiniz. Siz burada sonuncu sütuna da baxa bilərsiniz. Siz burada ikinci sütuna da baxa bilərsiniz. Bu sizdən asılıdır. Baxın, görün, hardan başlasam, cavabı daha tez və düzgün qısa zaman ərzində tapa bilərəm. Mən burada baxıram ikinci sütuna. İkinci sütuna baxıramsa, mən burada baxacam ikinci sütuna. Yəni, mövqe rol oynayır. Mövqe eyni olmalıdır. Niyə görə ikinci sütuna baxıram? Mən ikinci sütuna diqqət etsəm, orada mənim köməyimə çatan, bu sütunda mənim köməyimə çatan nələrdir? Burada mənim köməyimə çatan ancaq A hərfidir. Neçə dənə A hərfi var? 3 dənə, düzdür? Bax, 3 dənə say olaraq 3 dənə A hərfi var. Bəs burada siz ikinci sütuna baxsaz, say olaraq sayı 3 dənə olan nədir? Sayı 3 dənə olan 4-dür. 3 dənə də 4 rəqəmi var. Buradan hansı nəticə çıxır? Sayılar eyni olduğundan buradan hansı nəticəni alıram? A bərabərdir 4-ə. A-nın qiyməti 4-dür. Əgər A 4-dürsə, siz ilkin sözünə diqqət etsəz, ilkin sözündə A hərfi yoxdur. Bu o deməkdir ki, siz orada 4 rəqəmini görə bilməzsiniz. Harada 4 varsa atırsan, çünki o A-nı ifadə edir. A getdi, 4-ə görə B getdi, 4-ə görə Y getdi, 4-ə görə C getdi. Bir dənə düzgün cavab qalır D variantı. Məğza aydınlığı nə demək istəyirəm birinci sualda? İşləmə prinsipini tuta bilirsiniz. Bəli. Bir neçə test yazacağım Bəli. zaten. Kimlərə aydın olmazsa bir neçə test yazacağım, yəni narahat olmayın. İndi mən bunu rahat olmasından ötürü belə sütun yığdım. Yəni, bunu gəlin elə bilin ki, alt-alta yığsam axı mən testləri işləyəndə çox vaxt itirərəm. Elə bir test işləyirəm evdə. Necə işləyəcəksiniz evdə işləyəndə? Baxdınız ikinci sütuna, düzdür? Bilirsən ki, ikinci sütunda 3 dənə A köməyinə çatır. Alt-alta nə yazırsınız? Gedin ikinci yerlərə baxın, ikinci sütuna baxın. Hamısında ikinci yerdə bax bu hissələri. Dairəyə aldım. Dairəyə alandan sonra saylarına bax gör nədən 3 dənədir. 4-dən 3 dənədir. 3 dənə A var idi, 3 dənə 4 var. Deməli, A-nın qiyməti 4-dür. Əgər A 4-dürsə, yenə də ilkin sözündə 4 olmadığından testin cavabı D-dir. Və ya başqa birini gəlin baxaq. Başqa biri olsun, 6 nömrəli test məsəl üçün. 6, 3, hamısının işləmə prinsipi eynidir. İndi yoldaşlar, müzakirə eləyək bir dənə. Mən birinci sütuna baxacağım. Sizcə birinci sütunda mənim köməyimə çatan hansı hərf olacaq, mən ora baxıram. Ç hərfi. Ay, Ç hərfi. Ç hərfi, bax, D-dan bir dənədir. R-dan bir dənədir. İ-dən bir dənədir. Siz bu bir dənə olanları deyə bilməzsiniz. Amma Ç-dan 2 dənədir.
Sıradan 2 dənədir. İndi Dörtdə. gedək cavablarda. Birinci sütuna baxaq. Görək nədən 2 dənədir? 7, 0, 8, 4 və 4. 2 dənə 4 var. Bir dəqiqə. Link atım təbii. 2 dənə 4 var, 2 dənə ç hərfi var, düzdür? Buradan çıxır ki, ç-nın qiyməti 4-ə bərabərdir. Ç-nı almaq hər kəsə aydındırsa, keçirəm son sütuna. Son sütuna diqqət edəsəz, son sütunda mənim köməyimə nə çatacaq? Son sütunu bir dənə ayırın, yoldaşlar. Son sütunu ayıranda köməyimə çatan ə hərfidir. 2 dənə ə var. Cavablarda gedib sona diqqət edəsəz, sona diqqət edəsəz. Sayı 2 dənə olan nədir? Sayı 2 dənə olan 3-dür. Deməli, buradan çıxır ki, ə-nin qiyməti 3-ə bərabərdir. Onda bəs bu B variantındakı söz nədir ki, ç ilə başlayır, ə ilə Buraya bitir? baxacağıq müəllim. Necə? Buraya baxasıyıq. 2 dənə V var 3-cü sütunda. O da olar, düz deyirsən. Sadəcə, bax indi ədalət. Mən B variantında dedim ki, ç ilə başlayır, ə ilə bitir. O hissələri bildin, ç-nı, ə-ni niyə yazmışdım? Bəli, müəllim, bildim. O Və ç-la başlayıb ə-lə bitən hansı sözdür? Çevrə sözdür, düzdür? Bu olur çevrə sözü. İndi baxın, dəryada olan bəzi hərflər çevrədə var. Məsələn, ə var, ə 3-dür. R var, R 0-dır. Dərya sözündə ortada 30 olmalıdırsa, hansı variantı seçərsiniz? Y. Y bəndə. Sual getdi. Tuta bilirsiniz məğzini, yoldaşlar. Kimə aydın deyilsə, çəkinməyin. Deyin, bir də başdan başlayaq ya da müzakirəli bir yerdə edək. Aydındır müəllim. Gəlin, başqa birinə keçək. Məsələn, 11 nömrəli testdə şabaj sözünü istəyir sizdən, düzdür? Siz diqqət edəsəz, son sütuna baxanda, son sütunda nəyi tapmaq olar? Nədən çoxdur? I hərfi. Q hərfi, düzdürmü? Q-dan 3 dənədir. 1, 2, 3. 3 dənə Q var. Gedib cavablarda sona diqqət edəsəz, 1, 2, 3 dənə 7 var. Deməli, Q bərabərdir 7-yə. Birinci test kimidir? Şabaj sözündə siz Q görürsünüz? Yox. Deməli, burada Q yoxdursa, burada 7 ola bilməz. Bütün 7-ləri atın. A getdi, D getdi, B getdi, Y getdi. Testin doğru cavabı C variantıdır. Gəlin, başqa birlərinə keçək. Simvol olan. Məsələn, simvol olan deyəndə 17 nömrəli test. Eyni məntiq, eyni mahiyyəti bölüşür. Sadəcə simvollarda bir-birinə çox oxşuyur, çox diqqətli olmaq lazımdır. Birinci sütuna baxsam, sizcə burada mənim köməyimə nə çatar? İndi sizin fikrinizi dinləmək istəyirəm. Birinci sütunda nədir köməyə çatan? Bir tərəfdə. Üçüncü sətirdəki İrəli ibarə sərəfdə. birinci. Gəlin belə adlandırıram. Bax, 1, İki tərəfli ox. 2, 3, 4, 5. 2 və 5. Hansı? 2 və Bir 5 və də ola dördüncü bilər, 1 və sütunda. 4 də ola bilər. 3. Bir dənə olan 3-dür. Üçüncü variantın birincisi. Ay, o Birinci kimsə işarət. dediyi bir dənə olan 3-dür. Oradan yola çıxır. Ya 1'dir ya da 9'dur. Bax, 1 4-ə 1 4 1-dir. Fikir verin. 1 4 1-dir. Sağa gedən ox. 1-də 2 ilə 5 1-dir. Sən bunu deyə bilməyəcəksən axı. Bunlar da 2 dənədir, bu da 2 dənədir. Sayları eyni deyə bilməyəcəksən. Amma üçüncüdən bundan təkdir. Tək bir dənədir. O bir dənəni deyə bilərsiniz. Baxın, 2 dənə 1 var. Mən deyə bilməyəcəm hansıdır bu dəqiqə. 2 dənə 9 var, deyə bilməyəcəm. Amma bir dənə 7 var. Deməli, bu üçüncünün şifrəsidir. Üçüncünün şifrəsi. Tuta bildiniz nə demək istəyirəm? O 7-ni gətirib yazıram üstünə. 7, 1, 4, 1. Mənə nə lazımdır? Bunu tapmaq, düzdür? Bunun qiyməti 1-dir. Cavab Y. Bunun qiyməti 4, bunun qiyməti 1. 141 ilə başlayacamsa, cavab Y variantıdır. Aydın oldu nə demək istədiyim? Aydınsa davam edək. Sonra, gəlin bir neçə burada mən sizə göstərəcəyim əsas başlayır 40-dan sonra. Daha doğrusu 34-dən sonra. 34-ə diqqət etsək, 34, 35, 36 nömrəli testlər, cəmi 3 dənə testdir.
Kamran sözünü verib Ramin sözünü soruşur. Yoldaşlar, mövzu onunla ibarətdir ki, uyğun mövqelərə baxırsınız. Yəni K-nın kodu H-dır, A-nın kodu balaca A-dır, M-nın kodu L-dır. Sırayla belə gedir. İndi gəlin həll eləyək. Mən Ramin sözünü axtarıram. R-nı axtarıramsa R burada 4-cü yerdədir. 4-cü yerdə nə dayanıb? V. Siz gəlirsiniz bura V yazırsınız. Mən A-nı axtarıram. A burada 2-ci yerdədir. 2-ci yerdə nə dayanıb? Balaca A. Bura balaca A yazıram. Mən 3-cü M-nı axtarıram. M burada 3-cü yerdə dayanıb. 3-cü nədir? L. Bura L yazıram. İ'ni gəlin axtaraq. İ Kamran sözündə yoxdur. Yoxdur, soranı boş quraq. Mən N-nı axtarıram. N burada axırdadır. Axırda da 3-dür. Valla başlayır, 3-lə bitir. 3-lə bitəcəksə B səhvdir, Y səhvdir, D səhvdir. Ya A variantıdır, ya da D variantıdır. A variantı da olmaz. Çünki bu H, bu H. K-nın koduydu. K-nın koduydu. A-nı silirsiniz. Yadda saxlayın ki, təzə hərif, təzə simvol, təzə kod deməkdir. Bu bir mənalı yadda saxlayın qaydadır. Düzgün cavab olur D variantı. 35 də belədir, 36 da belədir. Burada əsas mən sizə işlədəcəklərim və göstərəcəklərim 40-dan sonra başlayacaq. 41-dir, 42-dir, 43-dür, 44-dür, 45-dir, 46-dır. 41, 45, 46 tipinə diqqət edəsək, 41, 45, 46 tipinə diqqət edəsək. Adi şifrələnmədir, amma hesab əməli var burada. Hesab əməli dediyim nədir? Şifrələri tap, bunları tap, hesabla, sonra cavabı axtar. Mən buna baxan kimi zaten hamısı A ilə bitir, hamısı 2 ilə bitir. Düzdür? A-nın qiymətinin 2 olduğunu görürəm. Qiymətləri yazıram. A 2-dirsə, sən Anna sözünü tapa bilərsən ki, Anna sözü 2 ilə başlayır, 2 ilə bitir. Yəni 21, 12-dir. Düz. Anna'nı tapandan sonra Emma sözünü tapmaq olar. Ortada qoşa M-lərə görə. Mən deyəcəm ki, o qoşa rəqəmlərdir. Yəni 70, 02-dir. Sonra N-nı bilirsən, axı N 1-dir. Onda sən Nona sözünü tapa bilərsən. 1 ilə başlayır, 12 ilə bitir. 15, 12. O 5-dir, o 5-dir. Emma'ya görə M 0-dır. 502 ilə bitən Toma sözüdür. 65, 02. Bir də əlimdə 47, 92 qalır. O da Seda sözüdür. İndi yerinə yazıb hesablamalısınız. Yerinə yazıb hesablasaz. Bizdə tema sözü yoxdur, amma hərfləri bilirəm. Toma'dan T 6-dır. Seda'dan E 7-dir. Emma'dan M 0-dır. A-da 2-dir. Çıxılsın sual bərabərdir. N-nı tapmışam 1, E-ni tapmışam 7, M 0-dır, O neçədir? O da 5. İndi sualı tapmaq istəyirsənsə, sual bərabərdir. 6702 ədədindən çıxın 1705 ədədin. Adi alt-alta çıxmaq. Buradan bura bir dənə 10-luq ötürürəm. Buradan da bura bir dənə 10-luq ötürürəm. 12-dən 5-i çıxıram 7. 10-luq ötürmüşdüm, birini verdim 2-yə. 9 qalır burada. 7-dən birini ötürmüşəm axı. 7-dən artıq birini vermişəm 6 kimi təsəvvür edə. Buradan bura bir dənə 10-luq verirəm. 16-dan 7-ni çıxıram 9. 6 artıq birini ötürüb 5 qalıb. 5-dən birini çıxıram 4. Testin cavabı 49-97-dir. Hansı ki 4-ün şifrəsi burada S-dir. 9-un şifrəsi D-dir. Sonra 7-nin də şifrəsi E-dir. S, D, D, E olmalıdır. Testin cavabı çıxır B variantı. Sadəcə məğzi nədən ibarətdir? Şifrələri tap, yerinə yaz, adi toplama, çıxma, əməliyyatları yerinə yetir. Bunlardan savayı, orada başqa nələrdən danışacağıq? Orada danışacağıq biz 42 və 44 nömrəli test. 44 nömrəli test bəlkə də bir 5 dəfə qəbula düşüb. Dimin qəbulları arasında istər dövlət quluğu, istər prokurorluq, istər magistratura ən çox düşən tiplərindən biri bu olub, o birilər də düşür. Amma bu niyə maraqlıdır? Bunu cavabla işləməyəcəyik hələ ki, cavablara qaçmırıq. Bunu qarşısında verilənlərə görə işləyirik. Amma bir şey yadda saxlayın ki, və uyğun olaraq belə hamısı qarşı-qarşıya deyil ha. Orada random düzülüş var. Yəni sən müəyyən eləməlisən ki, hansı hansınındır. Necə müəyyən edirəm? Məsələn, bunun son sütununa diqqət edəsən, 3 dənə F var.
Bunun son sütununa diqqət etsəm, 3 dənə 2 var. Saylarla işləyirəm də, düzdür? Onda f-in qiyməti 2 olacaq. Harada f varsa onun yerinə 2 yazıram, yoldaşlar. Yaxşı, f2-dirsə, f2-dirsə, f ilə başlayan bir dənə söz var, fərz sözü. Fərz 2 ilə başlamalıdır. 2 ilə başlayan mənim əlimdə bir dənə kod var, 27-54. 27-54. Düzdürmü? Yaxşı, fərzə görə, diqqətlə baxın. Fərzə görə z neçə oldu? 4 oldu. Z 4-dür. Ə neçə oldu? Ə 7-dir. Fərzə görə neçədir? 5-dir. 47-52, düzdürmü? 47-52-ni tapdım. Bunu da silirəm, gedir. Yaxşı, 47 ilə başlayan bir dənə kod var. 47-32. Bunu da tapdım, getdi. Sonra Ə7-dir, R5-dir. 752 ilə bitən 87-52-dir. Bunu da tapdım. Əlimdə bir dənə şərh qalır, o da 1750-dir. Bunları tapandan sonra səndən fərasət sözünü istəyir. F2-dir, Ə7-dir, R5-dir. A var əlimizdə, yoxdur, ötür oranı. S8-dir, Ə7-dir, T var əlimizdə, yoxdur, ötür onu. Mən tapdıqlarıma görə, bunu da silək. Tapdıqlarıma görə yazdım üstünə. İndi bir dənə bu hissəyə diqqət edin. Burada S87 olduğundan 17 ola bilməz. D səhvdir. 17 ola bilməz. C səhvdir. Ya A-dır, ya B-dir, ya da Y-dir. İndi bir dənə qulaq asın. A təzə hərfdir, T təzə hərfdir. Təzə hərflər təzə rəqəmlərdir. İşlənən rəqəmlər ola bilməz. A ilə T müxtəlif hərflər isə müxtəlif olmalıdır. Məsələn, A variantı səhvdir ki, burada da 2 var, burada da 2 var, təkrarlanır. B ilə Y-də qalıram. B-də səhvdir ki, 6 təzə rəqəmdir, bəli. Amma 6 ilə 6 eynidir. Bunlar müxtəlif olmalıydı. B də ona görə səhvdir. Testin doğru cavabı olacaq Y variantı. 44 nömrəli testlə bağlı. Dediklərindən kimə nə aydın olmadı? Qəbula düşmüş testdir. Eyni şəkildə qəbulda bu rastlılıqsa yaza biləcəksinizmi? Bəli, bəli. Bəli. Bir dənə sual verə bilərəm. Bəli, buyurun. Əgər o sonluqda 3 dənə dedizə F 3 dənə başlayır, biz bilirik ki, burada 2-dir. Bəs orada 3 dənə eyni hərf olmasa, tam əksi olsa, bir dənə hərflərin hamısı fərqli-fərqli ola bilir, yoxsa hamısında Ola bilir. Məsələn, onda mütləq ki, əgər sonda hamısı fərqli olsaydı, sonda fərqli olsaydı, onda ya əvvəldə məsələn Z-lərə baxardım. Əvvəldə ən azı 2 Z var. Yəni, hər hansısa bir sütunda mütləq təkrarlanan sayda fərqlənən olmalıdır ki, tapasınız. Yəni, bütün sütunlarda fərqli ola bilməz. bildim işte, çox sağ olun. İndi buyurun, kitaba qaydacam. Gəlin bir dənə qəbul üçün bir testə qaydaq yenidən. Bir dəqiqə. Səhv etmirəmsə 2024-cü ildə, 2024-də birinci cəhddə düşmüşdü. Yanılada bilərəm. Müəllim, birinci cəhdlə ikinci cəhd sualları arasında fərq olur. Xeyr, eynidir. Baxın, onunla eyni məğzi bölüşür. 2024-cü ilin birinci cəhd qəbuludur. Şərt də yazır. Eyni hərflər eyni, müxtəlif hərflər isə müxtəlif rəqəmlərlə şifrələnir. Verilən rəqəmlərlə şifrələnmiş hərfləri müəyyən edərək, bunları müəyyən edərək, rəşadət sözünə uyğun gələn variantı seçin. Bayaqçı testi, bayaq fərasət idi, indi rəşadətdir, ev tapşırığında siyasətdir. Fikir versiniz, sözlər eyni sözlərdir. Sərf, fərz, zərf eynidir. Amma rəqəmi dəyişir. Cünay xanım, indi baxın, məsələn, burada verdiyiniz suala yenə də kömək var. Ən azından hardasa kömək var. Yenə də son sütuna diqqət edirəm. Eyni quruluşdur bayaqçı ilə. Son F-lər sütuna 5-dir. diqqət eləsəm, 3 dənə F var. 3 dənə olan nədir burada? 5-dir. 5. Demək F-in qiyməti 5-dir. Aparıb F-in yerinə 5 yazırıq. Bəli. Səhvə baxasıq. Səhv 2 dənəsinin qarşısında z var deyə eyni gedəcək. Səhvdə isə 6 olacaq onda səhvin kodu. 6 ilə başlamaq. Düz deyirsən. Mən bayaqçı nüansdan gedirəm. Yəni yanlış deyil, düz deyirsən. Məsələn, F-ləri tapandan sonra 5, F 5-də axı 5 ilə başlayan fərz sözüdür. Fərz sözü nə olur? 53, 08. Sonra
Z8-dir axı, Z8-dir. 8-ləri yaz. Ə3-dür. Ələri yaz. Ə3-dür. R nədir? R 0-dır. 0 yaz. 83.05-i tapdım ki, zərf sözüdür. 83.05. Onda 83.75 qalır zəif sözünə. 83.75 qalır zəif sözünə. Axırı 305 ilə bitən 63.05-dir. Sərf sözüdür. Bir dənə də qalır 97.50 şifr sözü. Şifr. 97.50. Necə də yazaq yenə. Rəşadət sözünü axtarıramsa R 0-dır. Ə3-dür. Ş 9-dur. A yoxdur. A-nı ötürdüm. D yoxdur. D-ni ötürdüm. Ə3-dür. T da yoxdur. T-ni ötürdüm. İndi bu nə deməkdir? Bu 3 dənə təzə hərf deməkdir. 3 dənə də təzə rəqəm olmalıdır. Orada işlənmiş rəqəmlər ola bilməz. Məsələn, A variantına baxsam. A variantının səhvi nədir? Kim deyər? Orada 2-2 ardıcıl. Ay, sol. Burada 2-2 eynidir. Mən demişdim, müxtəlif hərflər müxtəlif olmalıdır. A ona görə səhvdir. B-nin səhvi niyə görədir? B-nin səhvi odur ki, burada Yenə də 4 eynidir. Dörtlər var. C-nin səhvi nədədir? C-nin səhvi ondan ibarətdir 6 ki, olmalı 9. bəli 6 olmalı deyil, 9 olmalıdır. 039 ilə başlayır. D-nin səhvi yenə odur ki, 039 ilə başlayır. Düzgün cavab nə qalır? Y variantı. 2024 birinci cəhd qəbuldur. Azı 4 ya 5 dəfə qəbula düşüb bundan başqa. Kimin sualı var? Bu dediyim testlə bağlı. Ümumiyyətlə, şifrələr mövzusunun işləmə prinsipin hər kəsə aydın oldu necə işləyirik? Sütunlardan sütun kömək alırıq. Saylarına görə birindən 3 dənə olar, birindən 1 dənə olar, birindən 2 dənə olar. Saylarla tutuzdururuq ki, hansı hansınındır. Əgər aydındırsa, qayıdaq yenidən kitaba. Sualı olan yoxdur. Getdik kitaba, orada qalan fərqli testlərimizə. Deməli, yoldaşlar, mən burada sonra sizə nə izah edəcəm? Mən burada sizə izah edəcəm 47 və 48. Cəmi 2 dənə testdir. Niyə görə bunu izah edirəm? Siz testə diqqət edəsəz, sözlər 6 hərflidir, cavablar 3 rəqəmlidir. Bu niyə belə ola Hecalarla, bilər? hecalar. Ay, sağ ol, hecalardır, bəli. 6 hərf 3 rəqəm. 6-nı 3-ə böl, bir dənə rəqəmə 2 hərf düşür. Yəni, hecalardır. Siz bunu 2-2 ayırın. Mən siz üçün bunu 2-2 ayırıram. 2-2 ayırandan sonra testə baxıram. Burada rəhimə sözü 783 olacaq. Çünki rəhimə axırda rələr 7-dir. Bəli. Elə mən də elə başlayacaqdım. Son sütuna diqqət etsək, bizim köməyimizə rələr çatır. Rədən 1, 2, 3 dənədir. 3 dənə rə varsa 1, 2, 3 dənə 7 var. Deməli, rə 7-dir. Gülarədə də rə var. Rə 7-dirsə, rəhimə sözü 7 ilə başlayır. Rəhimə sözü. 7 ilə başlayan A variantıdır ki, A variantı olur rəhimə sözünün kodu. Rəhimədə hi 8-dir, düzdür? Hi 8-dirsə, hi ilə başlayan hilalə sözdür. Hilalə sözü 8 ilə başlamalıdır. 801. Hilalədən la neçə oldu? La nədir? 0. La da 0-dırsa, gülalə sözü 07 ilə bitməlidir. Onda testin cavabı olacaq C variantı. Yəni, siz belə şeylər görəndə, sayları düz gəlməyəndə, bilin ki, orada qruplaşdırıb. 2 hərf bir rəqəm ola bilər, 3 hərf bir rəqəm olar və s. Aydın olur. Bundan başqa, heca tiplərdən başqa, orada 50 və Yəni, zəhmət olmasa bir 56 də izah edin də. necə? Bir də onu izah edin də zəhmət olmasa. Hamısını başa düşmədim, bir də bunu başa düşmədim. 47 nömrəli testdə bax dedim ki, burada 6 dənə hərf varsa, cavabda 3 dənə rəqəm varsa, bunun səbəbi niyə saylar düz gəlmir? Normalda 6 hərf 6 rəqəm olmalıdır. Deməli, burada bir dənə rəqəm, bir rəqəm 2 hərfi ifadə edir. Bir rəqəm 2 hərfi ifadə edir. Bir rəqəm 2 hərfi. Çünki 3 dənə 2 toplayaram, 6 hərfli söz əmələ gələr. Və yoldaş dedi ki, orada hecalara bölüb. Yəni, doğru deyil. Yəni, fikir ver, bunu
2-2 qruplaşdırıb, bir dənə malını bir qruplaşdıracağam. Heyni bir qruplaşdıracağam, rəyini bir. Bir heza baxırsan. Bax, bu bir rəqəmdir, bu bir rəqəmdir, bu da bir. Olur 3 rəqəmli ədəd. Və mən bunun hamısını böldüm. 2-2 qruplaşdırdım. Qırmızı xətlə bölürəm. 2-2 qruplaşdırma səbəbim aydındır, Elsun. Bəli, müəllim, aydındır. İndi bundan sonra bax 2-2 qruplaşdırmışam. Bu birinci sütun, bu ikinci sütun, bu üçüncü sütun. İndi gedirəm bayaqki qaydamla baxıram. Bayaqki qaydam nədir? Son sütuna diqqət eləsəm, say olaraq rədən 3 dənədir. 1, 2, 3 dənə rə var. Sayda fərqlənir də bu. Cavablarda da gedib baxıram ki, 3 dənə 7 var. Deməli, rənin şifrəsi, rənin kodu 7-dir. Bax, bu da 7-dir, bu da 7-dir, bu da 7-dir. Və rə ilə başlayan məndə bir dənə söz var, rəhimə sözü. Rəhimə sözü 7 ilə başlayırsa, o A variantıdır. 783-dür. Bura qədər problem var. Xeyr, müəllim. Və indi rəhimə sözünə diqqət etsəm, hi 8-dir. Hi 8-dirsə, hilalə sözünü tapa bilərsən. Çünki hi 8-dir. Hilalə hi ilə başlayırsa, 8 ilə başlamalıdır. Olacaq 801. La nədir? 0. La 0-dır. Gülarədə rə 7-dir. Axırı 0-7 ilə bitməlidirsə, mənim əlimdə bircə dənə variant var, C variantı. Ha, başa düşdüm, müəllim. Aydındır, tam dəqiq. Bəli, müəllim. Tamam. Bundan başqa orada mən sizə 2 dənə sual tipi qalır. Hansı tiplərdir? 1, 50, 56 tipi, bir də 49, 52, 53 tipi. 50 nömrəli test dövlət qulluğunda qəbula düşüb. Hər anda sizin qəbula düşə bilər. Baxın, yoldaşlar, yuxarıdakı nümunədir. Bu nümunəni tapıb, siz buna tətbiq eləməlisiniz. Biz bunu tapacağıq. Gəlin, biz gedək əvvəlcə nümunə ilə tanış olaq. Nümunə nə deməkdir? Siz nümunə ilə tanış olsaq, deyir ki, 2 üstə gəl 3 bərabərdir 6. O əməliyyat deyil, o sözlərdir. Yəni deyir, 2 sözünün şifrəsi ilə 3 sözünün şifrəsini toplayanda 6 sözünün şifrəsinə bərabər olmalıdır. O şifrəni nətər tapacaqsınız? Mən sizə bir dənə bir qeyd yazdıram. Yəni deyirəm, yazmıram da, yadınızda saxlayın. Qrafik diaqramla bağlı, bax, qrafik diaqramla bağlı olan verbal şifrədə. Yəni bu da 50 nömrəli və 56 nömrəli testdir ki, bax, bu testlərdə istisna bir qayda mövcuddur ki, müxtəlif hərflər eyni ola bilər. 50 və 56 nömrəli testlərdə müxtəlif hərflər eyni rəqəm ola bilər. Ancaq bu iki testə aiddir. Normalda biz rəşadət, fərasət sözlərini yazanda bundan öncə testi izah edəndə dedim ki, müxtəlif hərflər müxtəlif olmalıdır. Bu dəstə qanundan belədir. Amma bu iki sual istisnadır ki, müxtəlif hərflər eyni rəqəm ola bilər. Məsələn, K-nın da, Ü-nün də, A-nın da qiyməti 4-dür. Məsəl üçün deyirəm. Yəni, eyni olsa, deməyin ki, səhvdir. Və bunu sizə, bu qaydanı sizə qəbula əgər düşsə verməyəcək. Özünüz bilməlisiniz ki, eyni ola bilər. Ona bilsin səbəbi niyə eyni ola bilər? Məsələn, 6 ilə 1-i toplayaram 7 eləyər, 2 ilə 5-i toplayaram 7 eləyər. Müxtəlif ədədlərin cəmi eyni ola bildiyindəndir. Bəs yaxşı, bunun həlli nədir? Bunun həllində koordinat sistemindəki koordinatları toplamaq. Məsələn, 2 sözünün şifrəsini axtarırsansa, i burada dayanıb. i 5 ilə 4-ün kəsişməsidir. 5 ilə 4-ü topla 9 eləyir. Həmişə toplayırsınız. Vura bilərəmmi? Vurmaq olmaz. Niyə? 5-i 4-ə vursan, 5-i 4-ə vursan 20 eləyir. Axı burada rəqəm olmalıdır, rəqəmlər olmalıdır. Ona görə həmişə toplamadır. Toplayanda da 9-u keçə bilməz. K-nı axtarıram. K burada dayanıb. 6 ilə 1-in kəsişməsi. Toplayıram 7. İ'ni tapmışam 9. 2 sözünün şifrəsi 979-dur. Üstə gəl 3-ü axtarıram. Ü burada dayanıb. 3 ilə 1-i topla 4. S burada dayanıb. 2 ilə 4-ü topla 6. 979 ilə 46-nı topla 1025 eləyir. Bu nümunədir. Sən aldın ki, 6 sözünün şifrəsi 1025-dir. Get qrafikdə 6-nı yoxla gör, həqiqətən 1025-dir. A buradadır. 1 ilə 0-ın cəmi ödədi.
L buradadır, koordinat başlanğıcı. 0 ilə 0-ın cəmi ödədi. T buradadır, 1 ilə 1-in cəmi 2. Sonra I. I buradadır, 3 ilə 2-in cəmi. Nümunə aydındır hər kəsə. Bu nümunə idi. Nümunə ilə tanış oldum. Siz aşağıya tətbiq edəcəksiniz. Nümunə ilə bağlı kimin sualı var? Və qayda aydındır hamıya. Bəli, müəllim. Keçirəm. Mən başa Keçirəm o düşdüm. zaman tətbiqinə. Biz bunu axtarırıq. O nümunə idi. Nümunə bilsiz niyə verilir? İndi mən sizə izah elədim, siz onun yolunu bildiniz. Siz qəbulda rastlaşanda ondan özünüz tapmayınız, həlli nə ola bilər. Mən indi bolt üstəgəl Uber axtarım. Bunu axtarım. Bu buradadır. 3 ilə 1-in kəsişməsidir. 4 eləyir. O buradadır. 4 ilə 0-ın kəsişməsi 4 eləyir. Gördünüz? B də 4-dür, O da 4-dür. Müxtəlif hərflər eyni rəqəm ala bilər bu sualda. Çünki müxtəlif koordinatların cəmidir. L-nı axtarım. L 5 ilə 2-nin cəmidir. 7. T-nı axtarım. T 4 Səkkiz. ilə 4-ün cəmidir. 8. Üstə gəl. U-nu axtarım. U 1 ilə 3-ün Dörd. cəmidir. Görürsünüz 4. 4-ə diqqət edin. Həm B-nın, həm O-nun, həm də U-nundur. B-ni onsuz tapmışam 4-dür. E neçə Doqquz. olacaq? 3 9. ilə 6-nın kəsişməsi 9. Elhanı 1 2. ilə 2 ilə 0-ın kəsişməsi 2. Ya alt-alta topla, ya şifahi topla. 4478 üstə gəl 4460. 8560. 8970. 9. Sən nə dedin bilmirəm. Belə eləyir. Topladım mı? İndi baxın yoldaşlar, mənim cavabım neçə rəqəmlidir? 4 rəqəmli. Mənim cavabım 4 rəqəmlidirsə, necə 5 hərf ola bilər? C səhvdir. Necə 5 hərf ola bilər? B səhvdir. Necə 5 hərf ola bilər? Y səhvdir. Ya A-dır ya da D-dir. Normalda mən burada 8-i bilirəm, axı T-dir. 8-i görəndə T deməliyəm. Qaçıb taksi götürə bilərəm. Amma bəlkə X-da 8-i ifadə edir. X-ya bir dənə diqqət edin. X buradadır. X 1 ilə 6-nı toplayanda 7-dir. Məsələn, bax bu 7 X-dır. Ona görə də taksi sözü olacaq. Aydındır. Əslində çox sadə testdir. Məğzin biləndən sonra çox sadədir. Sualı olan var. Müəllim, X hissəsini bir dənə təzədən izah edərsiniz. Bax, mən qaldım 2 variantda. A-nın D variantında. Normalda bura diqqət edəsən bu hissəyə. Mən dedim bura baxanda 8-in T olduğunu görürəm. Yəni T yaza bilərəm. Dedim bəlkə X də 8 ola bilər. Mən dedim axı müxtəlif hərflər eyni rəqəm ola bilər. Və getdim X-i axtarım. X burada dayanıb. X nələrin kəsişməsində dayanıb? 1 ilə 6-nın. 1 ilə 6-nı toplayanda 7 eləyir. 7 olan yerə X yazdım mən. Demək 8 T-dır. X 7-dir. Onda hansı cavabı seçərsən Aytən? Taksi sözünü. Bildim müəllim, bildim. Dəqiq. Əvvəlində problem yoxdur. Yox, xeyr müəllim, yoxdur, yoxdur. Başa düşdüm, narahat Cəmi 2 sualdı yoldaşlar. Çoxuna görə göstərmək istəmirəm ki, birini izah edən biri evə qalsın. Bundan başqa. Sonra burada var. Başqa növ olaraq. Hərəsindən göstərirəm ki, çətin çəkməyəsiniz. 49, 52, 53. 52 səhv eləmirəmsə ən son 2021-də görünüb. Ondan sonra başqa növlər, şifrələr düşüb adi. Burada qeyri-adi bir şey yoxdur. Bir dənə səbir tələb edir. Niyə görə səbir deyirəm tələb edir? Bir-bir yoxlamaq lazımdır ki, bu hansı variantdır. Bax, məsələn, mən bu ürəyi götürsəm, bu ürək burada birincidir, burada axırıncıdır, burada da ikincidir. Bunun yerində olan rəqəmlər eyni olmalıdır. Məsələn, 4, 4 və 4. A ödəyir. Məsələn, B variantı 4, 4, 4. B ödəyir. Məsələn, C variantı 4, 4, 2. C variantı səhvdir. Məsələn, D variantı elə 2 ilə 4-ə baxanda səhv göründü. Məsələn, Y variantı 4, 4, 4. 2 variantı sildim. Sonra baxıram buna. Bu paraqraf işarəsi nədir? Buna baxıram. Bu bir orada var, bir də burada var. Həmin C-yə köklənirəm. 6, 7. A səhvdir. 6, 6. B ola bilər. 8, 6. Y səhvdir. Testin doğru cavabı nədir? B variantı. Bildiniz nə demək istəyirəm?
Yəni burada Sadəcə random atılmır elə, amma məsələn birinci elə birinciyə uyğun olur, ikinci ikinciyə uyğun olur. yo, onun mövqeyinə baxırsınız. Yəni Ha. bunu verir. Buna uyğun rəqəmlər də cavabda eyni olmalı. Yəni ürək burada nədirsə, həmin ürək burada da eyni olmalıdır, burada da. Başa düşdüm. Aydındır hamıya yoldaşlar buna. Və bundan başqa 56-ya qədər dedim mən sizə. 56-ya qədər testi səhvsiz yazın, o mənə bəs edir. Bir dənə 57-60 aralığı var ki, buradan. Yazıb bir dənə belə bir şərt yazıb. 57-dən 60-a qədər suallarda rəqəmlərin yeri dəyişik verilib. Bundan qəbula demək olar ki, düşmür. Qəbula əsas 1-dən 56-ya qədər olan hissə daxil olmaqla düşür. Amma sınaqlarda görərsiniz və ya Dimin kitabını kimsə işləsə, Dimin kitabında rast gələ bilər. Deməli, 57-60 sayılı suallarda rəqəmlərin yeri dəyişik verilib nə deməkdir? Sən bunu bayaqki qaydalarla işləyə bilməzsən. Bəs nətər işləyəcəm? Məsələn, bay yoldaşlar, burada 52-41 yazıb, bəlkə 12-54-dür. Məsəl üçün, rəqəmlərin yeri dəyişikdir. Sözünə baxa bilərik. Eyni Bəli. hər andır. Bəli, ədalət belədir. Lələ sözünə baxa bilərik. 52-52 ola bilər. Çünki Bəli, elə startı da oradan götürəcəyik, başlanğıcı da oradan götürəcəyik. Yoldaşlar, bunu işləmə variantı ya sizə konkret kömək edən söz verəcək nümunələrdə, ya da ümumi hərflərin sayına baxa bilərsiniz. Məsələn, Ədən ümumi nə qədərdir, A-dan nə qədərdir və s. Burada yoldaşımızın dediyi kimi bizim köməyimizə çatan lələ sözüdür. Lələ sözünə diqqət edəsəm, 2 dənə L, 2 dənə var. Ona uyğun cavab variantı Y variantı olacaq ki, 2 dənə 5, 2 dənə də 2 var. Yəni, Y variantı o deməkdir ki, rəqəmlərin yeri dəyişib. Bəlkə bu 52-52 yox, 25-25-dir. Mən buradan bir də onu deyə bilərəm ki, lələ sözü Y variantıdırsa, L ilə Ə, biri 2-dir, biri 5-dir. Hansı 2, hansı 5-dir bunu deyə bilmirəm. İndi mən maddə sözünə baxanda 4 hərfin 4-ünün də müxtəlif olduğunu görürəm. Ona görə cavab A ola bilməz. Niyə? Çünki 4 ilə 4 təkrarlanır. Ona görə Y ola bilməz. Bu lələ sözü idi. Və mən burada Ə-ni görürəmsə, mən ya burada 2-ni görməliyəm təkcə, ya da burada 5-i görməliyəm. Çünki ya 2-dir, ya da 5-dir. İkisindən biridir. İkisindən biridirsə, onların ikisi də ola bilməz. B variantı səhvdir. Ya C variantı olacaq, ya da D. D variantı niyə götürmürəm? Çünki mən burada nə 2-ni görmürəm, nə də 5-i görmürəm. D də səhvdir. Testin doğru cavabı olur C variantı. Testi necə işləməyimi tuta bildinizmi? Müəllim, mən tuta bilmədim. Zəhmət olmasa bir də eləyərdiniz. Hansı hissəsində qırılma oldu? Bu elə axırda dediniz, məsələn, bu variantlara, məsələn, ə ya 2-dir, ya 5-dir. Onu bildim. Bəs necə oldu biz gəldik C-yə? Burasını tuta bilmədim. C necə qənaətə gəldik ki, C-dir? İndi səsi bağlamayın, bir yerə müzakirəyə yerə ki, tam özünüz aydın olsun digər yoldaşlara da. Yaxşı. Əgər bunu biz müəyyən elədik ki, lələ sözündə təkrarlanan hərflər var. 2 dənə L, 2 dənə. Yoldaş dedi ki, ədalət. O Y O variantı. aydındır. O hissəsi aydındır. Və İndi 2 və biz ya bunu 5 ola bilər. bilmirik. Biz bunu bilmirik ki, hansı. Amma mən bilirəm ki, L ilə nə? Biri 2, biri 5-dir. Maddə Aha. sözündə 4 hərfin 4-ü də nədir? Müxtəlif, düzdür? Bəli. O A variantı ola bilməz. Çünki burada 4-lər təkrarlanır. 4 müxtəlif Çünki- hərf, 4 müxtəlif rəqəm deməkdir. A getdi. Hı. Y-ni zaten bilirəm ki, lələ sözdür, Y getdi. İndi Ə ya 2-dir, ya da 5. Yəni siz cavabda ya bir dənə 2 görməlisiniz, ya da cavabda bir dənə 5 görməlisiniz. İkisindən birini. Başa düşdüm. Bax, 47-dən 3-də 5 var, amma yeri dəyişikdir. O mənada dəyişikdir. Bəli, o mənada dəyişikdir. Başa düşdüm. İndi Başa düşdüm. B-ni niyə Aydın. sildim? Mən ya 5-i ya 2-ni görməliyəm. İkisini də yox. Burada 5 ilə 2-nin olması o deməkdir ki, burada L da var, burada Ə də var. Məsələn, bu hansı söz olar yoldaşlar? L ilə Ə-nin olduğu. Sözlərə Bəla baxın. olacaq da. Ay sağ Bəla. olun, bəla sözüdür. Demək, bunlardan da 4 ilə 1 də, biri B ilə, biri A-dır. Yəni, bura bəla sözüdür. Və D-ni ona görə sildim ki, nə 2 yoxdur, nə də 5 yoxdur. D-ni də sildim. Cavab qaldı C variantı. C Aydın, variantında bəli. rəqəmlərin yeri dəyişib, bəli, o deməkdir ki, biz sonda görməliydik. C variantına baxanda artıq oradan görürəm ki, 5-dir.
Və rəqəmlərin yeri dəyişiyor deməkdir ki, 5 axırda olmalıdır, amma əvvələ atıblar. Aydındır Mən xəyalət amma mi? belə başa düşmüşdüm ki, bəli, elə başa düşmüşdüm ki, sonunda ya 2 olacaq, ya 5 olacaq. Ona görə çaşdım. İndi aydın oldu. Əslində normalda elə olmalıdır, amma cavabda onun yerini qatışdırıb qoyublar. Hə, başa düşdüm. Aydındır. Çox sağ olun. Buyurun. Gəlin birini də Yəni yazaq. imtahanda da məsələn bu əgər yerləri dəyişikdirsə 10 deyəcək ki, yerləri dəyişikdir Bəli, rəqəmlərin. mütləq. Əgər işdi şayət qəbula düşsə, düşməz, sınaqlarda görərsiniz. Qəbula əsas o 1-dən 56-ya qədər olan hissə düşür. Amma işdi şayət düşsə, sənə mütləq şərt yazacaq ki, cavab variantlarında rəqəmlərin yeri dəyişik qeyd olunub. Hı, bildim. Necə ki, qanuna uyğunluğu pozan əddə dediniz, qəbulda yazılacaq ki, biz də pozan əddi istəyir, yoxsa düzü istəyir. Mütləq hər sualın şərti olacaq. O cəhətdən narahat olmayın. Gəlin bir dənəsini də yazaq. 58. 58-də sizcə mənim köməyimə hansı sözlər çatar? Təkrarlanmaya görə. Tarla, tarix, bir də miras, misal. Yox. var. Belə deyim də, təkrarlanma deyəndə öz daxilində təkrarlanma nəzərdə tuturam. Bir tarla, ağlar təkrarlanır. Bir də iqlim, ilər təkrarlanır. Qalan hamısında müxtəlifdir. 5 hərfin 5-də müxtəlifdir. İndi deyə bilərsinizmi siz? Tarla və iqlim sözləri hansı variantlara uyğun gələr? Təkrarlanmaya baxsaz, hansı variantlarda təkrarlanma var? C var. C var. variantında təkrarlanma var. Bir C-dədir 4-lər təkrarlanır, bir də Y-də 9-lar. Onda buradan çıxan nəticə odur ki, tarla və iqlim sözləri biri C variantıdır, biri də Y variantıdır. Düzdür? Hansı C-də, hansı Y-də deyə bilmirəm. Tarla C-dir, iqlim E. İndi birazdan deyərik onu. Gəlin nədən yola çıxaq? Tarla və iqlimdə ortaq olan hərf nədir? El. Düzdür? Tarlada da el var, iqlimdə də el var. El ortaqdır. Və bunun da biri C-dir, biri Y-dir. C ilə Y-də ortaq rəqəm 1-dir. Ona buradan nə nəticə çıxır? Hansı anlayış yaranır? El 1-ə bərabərdir. Ortaqlıqdan çıxdığında düzdür. El 1-ə bərabərdir. Yaxşı, bu Y variantı ilə C variantı bilirəm axı tarla və iqlimdir. Bunlardan başqa el misal sözündə var. Və el 1-dirsə, misal sözündə 1 olmalıdırsa, o da A variantındadır. Misal sözü. Aydın oluyor dediklərim. Mən buradan bilirəm ki, el 1-dir. Onda Y-də nə qalır? M qalır, I qalır, S-la A qalır. Sən burada M-ni də, I-ni də, S-ni də, A-nı da, 4-ünü də görürsən. 1-i çıxmaq şərti ilə 2 də, 4 də, 9 da, 8 də burada olmalıdır. Onda cavabınız nə olacaq? C variantı. C bəndə. Aydındır hər kəsə. Bəli. Bu oldu verbal şifrələrdə rəqəmlərin yer dəyişiyi olan hal. Və şifrələrlə bağlı çətinlik çəkə biləcəyiniz nə varsa, mən sizə hamısını göstərdim. Keçək indi növbəti dərsimizə. Növbəti dərsimiz 14 dənə testdir. Çox deyil, çox vaxtınızı almayacaq. Narahat olmayın. İkisi bir yerdə 10 dəqiqə çəkməz. Kodlaşma mövzusu. 14 dənə ev tapşırıqdır burada. Nə olan şeydir kodlaşma? Necə ki, telefona kod qoymursan, burada da sözləri kodlaşdırıb. Cədvəl sözündə 6 hərf var, 6 dənə kod yazıb. Amma yenə də o kodlar qarışıq verilib. Yəni siz B2-yə baxanda, buna baxanda deməyin İkinci ki, hərf. C-nin kodudur. İkinci Bəli, hərf. ikinci hərfin. Yanına yoldaşlar, yanına yazılan bu rəqəmlər neçənci hərfin kodları olduğunu bildirir. Neçəncilərin kodlarıdır. Siz, mən yeni başlayanlara görə sıfırdan başlayıq deyə birinci yazıram. Əliniz öyrəşəndən sonra bunları kifayət eləməlisiniz. Mən bu kodları sıralasam, necə sıralayacağam? Əvvəlcə Z1, yəni sırayla da, yəni 1, 2, 3, 4, 5 anlamında. Sonra B2, kodlar qarışıqdır, mən sıralayıram. Sonra O3, sonra M4, sonra B5, sonra A6. Sıralayandan sonra bu hansı sözün kodudur? Cədvəl sözünün. Düzdür? Buradan nəticə çıxardıram ki, Z ilə C-ni şifrələyiblər. B ilə Ə-ni şifrələyiblər. O ilə D-ni, M ilə V-ni, B ilə Ə-ni, A ilə da L-i. Bildiniz nə demək istəyirəm? Kodları sıraladım, Müəllim, altına mən söz yazdım. başa düşmədim. Necə oldu, hızlı necə oldu? Onu başa düşmədim.
Kodları sıralamışam, düzdür? Xəyalə xanım. Bəli, bəli. Kodları sıraladım sırasına göre. Aha. 1, 2, 3, 4, 5. Bir o deməkdir ki, birinci hərfin kodudur. Cədvəldə birinci Hə, hərf hə, nədir? hə. Başa düşdüm. Hə, başa düşdüm, başa C. düşdüm. B2 ədir. Yəni bu cədvəl sözdür. Kodu sıralayandan sonra cədvəl sözünü yazıram altına. Cədvəl sözü. Yəni Z ilə C-ni şifrələyiblər. Yəni siz harda Z görürsəz, harda Z görürsəz, Hə, Z deməli bu yazmalısınız. C-dir. Başa düşdüm. Siz harda M görsəz, V yazmalısınız. Sizdən bu sualı soruşur. Yenə deyirəm, gəlin sualın kodlarını düzək. Necə düzəcəksiniz? M1, B2, A3, B4, F5. İndi bax, mənə lazımdır birinci hərf. Kodu nədir? M. M nəyə bərabərdir yuxarıda? V-yə. V yazırsınız. Mənə lazımdır B kodu. B nəyə bərabərdir? Əyə. Mənə lazımdır A kodu. Yuxarıda A nəyə bərabərdir? Elə. Mənə lazımdır B. B-ni tapmışam axı Ə. F-i tapmağa bəs lazım deyil. Bəs eləyir. Vələ ilə yola çıxsan, cavab vələs sözüdür. F-i də haradan tapacaqsınız? Deyir buradan. F1 nə deməkdir? Birinci hərfin kodu, yəni S. F də S-dır. Tuta bildi hər kəs tempini. Müəllim indeksindəki rəqəmlərə görə sıralayırıq da. Bəli, indeksində, qüvvətində, sağında, solunda rəqəmi harda görsəz, rəqəmə görə sıralayırıq. Bəli. Aha, aydın. Gəlin birini də yazıram, sonra birini sizə verəcəm. Baxın, mən daha şifayə eləyirəm. Kodlar qarışıqdır. Mən birinci hərfi axtarıramsa, 1 deyirəm. Bax, 1. D kodunu axtarmalıyam, D kodunu. Nə yuxarıda D yoxdur, yəni o fe'li sözündə, nə də paraşüt sözündə D yoxdur. Bu nə deməkdir? Təzə kod, təzə hərf deməkdir. Sual. İkincini axtarıram. İkinci deyirəmsə 2-yə baxıram. Kodu nədir? C-dir. Düz. Gəlirəm C-ni axtarıram. C burada da ikincidir. İkinci dayanan A-dır. Mən bura A yazıram. Üçüncünü axtarsam. Üçüncü, bax, Z-dir kod olaraq. Z. Get Z-i axtar. Z burada da 3 yazıb. Üçüncü nə dayanıb? R. Bura R yazıram. Belə başlasam bu hansı sözdür? A variantı müəllim. Çarpayı. Çarpayı. Aydındır hər kəsə. Müəllim, 2 həm S-də var idi, həm F-də var idi. Necə? O Məsələn- rəqəm başqa şeydir. Sən koda baxırsan, 2-yə yox, C kodu lazımdır. C-ni axtar. C yuxarıda var deyə C-yə getmişəm. Hə, başa düşdüm. 2 olanın sırasını bildirir. Bu F kodunun sırasıdır. O C kodunun sırasıdır. Kod olaraq axtarırsınız. Hə, bildim. Müəllim, onda bunda sıralamırıq da. Normalda mən şifayə elədim yeganə. Sıralamanı belə deyim də başa düşməyənlər üçün yazdım ki, nədir mənası. Siz onu şifayə eləməlisiniz. Aydındırsa 10 nömrəli testi yazın. Stop verirəm 2 dəqiqəlik. Baxın yoldaşlar, bu dəfə bunu niyə vermişdim? Bəli, C1, sual, C3, T4 belə gedir. Əgər Müəllim, aydındırsa, burada bir dənə tərcümə bağışlayın. eləməlisiniz. Aydın deyil. Mən burada A bəndi tapmışdım. Bu necə oldu Y bəndi? Baxın, sizə sual verirəm, verdiyim suallara cavab verin. Səsi açsın bir dənə. Aha, yaxşı. Burada H neçəncidir yer olaraq? Birincidir. Biz birincini axtarırıq və onun kodunu. Və H hərfidir. H hərfi Hə. məsələn məhbusda Həm var. Neçənci yerdədir? Məhbusda da C3-dür. Hə, bu C3 ilə başlayacaq. Onda. Üçüncü, bax, yox, bir dənə dayanın. Məhbusda üçüncüdür, düzdür? Bəli. Üçüncü deyirəmsə 3 axtarın. 3-ün yanında kod nədir? C. Demək, bura C1 yazmalısınız. Yəni, bu Aa, üçüncü bizdən yerdə dayanır, bizdə birinci yerdə dayanır. Hı -hı. İkinci E-dir. Nə məhbusda E yoxdur, nə balansda E yoxdur. İkinci yoxdur deyə ikincini boş buraxıram. Sual. Təzə deyən. Hı -hı. Üçüncüyə baxın. Üçüncü hərfim nədir? S. Bax, üçüncünü axtarım. Aha, bəli.
S məsələn, balansda var S hərfi. Neçənci yerdədir? 6-cı. Orada da C G6-dır. yaz. C yazıb gətirin siz də bura G-ni yazın da. Hə, G3 Dördüncünü qoyacağıq. axtarıram. Dördüncü nədir bizdə? A. Balansda A neçədir? Balansda 2-də və 4-də. 4-dən. Görürsünüz 2-yə də T yazıb, 4-ə də T yazıb. Kod yəni T-dir. Siz də T-ni yazırsınız. A hərfinin kodu T-dir yəni. Və sonuncu B-dir. B-nin kodu B 5-ci hərfdir. Məhbusda B 4-də dayanıb. 4-də nə yazıb? Y. Sən də buraya Y yazırsan. Aydındır. Aydındır. Bəs burada event yox. Bax da C1 hamıda Ay, indi var. bunu qarışdırıb atır da variantı. Elə belə olsa hamını sıra Aa, tapar da. hə, qarışıq. C1, Sən başa düşdün. X2, Hə, indi başa C3, düşdüm, aydındır. C4, Y5. Hə, Aydındır. mən yenə bəli, yenə ardıcıl axtarırdım ona görə. Yo, Hə, elə başa olsa düşdüm. da onu hamı taparsın. Tez Hə, tapar. başa düşdüm, sağ ol. Aydındır yoldaşlar hamıya. Hə, burada xeyli adam var da hamının adını tək-tək çəkmək istəmirəm. Aydın olmayan da çəkinməyin, öyrənmək üçün qoşuluq, soruşun. Keçər onda aydındırsa, sual yoxdursa, növbəti X şərti ilə tərcümə. Bu da kodlaşma ilə qardaşdır deyərdim. Burada Baxın, Burada da hər bir söz digərində hecalardır da. Biz bir bəli, deyirik. bəli. Hər bir söz o birində hecalardır. Onları sözü tali, tanıyırıq da tali, Maka. maka. Bəli. Baxın, bu necə işləyirsiniz? Elə bir bu da şifrələnmənin bir növüdür. Biz onları tanıyırıq. 3 sözdən ibarətdir. 3 heca var burada birləşdirib yazıb. Biz onu öyrədirik. 3 sözlü 3 hecadan ibarətdir. Bunu nətər işləyirsiniz? Bax, məsələn, hecaları necə ayırım? Bax, bu da bizlə başlayır. Bu da bizlə başlayır. Bu da bizlə başlayır. Bunların hər üçü qarşısına baxsaz 1 ilə başlayır. Bu da 1 ilə başlayır. Bu da 1 ilə başlayır. Bu da 1 ilə başlayır. Yəni biz sözü 1 deməkdir. Biz sözü 1 deməkdir. Bizdən sonra gəlir, bax, məsələn, onu sözü. Bax, burada bizdən sonra onu gəlir, burada məndən sonra onu gəlir. İndi ortada eyni yer haradır? Ortada eyni yer. Tika sözü. Tək ti və ya deyil ha. İkisində də eyni olan sırf yer tikadır. Tika. Əgər tika onu sözüdürsə, onda mən sözü nə olacaq? Ta. Bəs onda tanıyıram sözü nə olacaq? Maka. Gördünüz, 3 hissədən ibarətdir. Bura diqqət edin. Mən sözü tadır. Onun sözü tikadır. Tanıyıram makadır. İndi baxın, yuxarıya gedirəm bu hissəyə. Biz sözü birdir. Tanıyırıq sözü makadır. Düzdür, maka. Onda bu ortada qalan tali sözü nədir? Onları. Onları. Tuta bildiniz nə demək istəyirəm? Heca bölürsünüz. İndi mənə nə lazımdır? Mənə lazımdır, mən onu öyrədirəm. Mənə mən lazımdır. Mən buradaydı. Mən Tamam. buradaydı. O nədir? Ta. Ta. Ta'dan yola çıxdınız. Onu sözü. Onu Tika. sözü, bax bu ikisi. Tikaydı. Tatika ilə davam elə. Tatika ilə davam eləsəm cavab çıxdı. A variantı. Bir. Öyrədirəm sözü. Öyrədirik sözü. Mir. Öyrədirik sözü. Mir. Yadda saxlayın, əsas sözün köküdür. Öyrədirəm. Öyrədirik. Öyrədirsən, öyrədirlər. Eyni şeydir. Əsas sözün kökü öyrətməkdir, ona baxırsınız. Başqa bir test üzərində izah verirəm yenə, kimə qaranlıq qaldısa. Məsələn, 9 nömrəli test. O sənə zəng edir. Bax, siz həmişə sualdan başlayın. Rahatdır deyə sualdan başlayın. O sənə zəng edir. O lazımdır. Bu da ondan başlayır, bu da ondan başlayır. Hər ikisində eyni yer haradır Xəyalə xanım? Siz deyin mənə indi bunu. Suqra, zəhmət olmasın buyursan. Çi olacaq da o. Ay sol. İkisi də O ilə başlayır, ikisi də T ilə başlayır. Demək o T'dir. Biz T ilə başlayırıq. T ilə başlayırıqsa B səhvdir, C səhvdir. İndi mənə lazımdır sənə sözü. Sənə sözü burada var. Ortada nə ola bilər o? Nə ola bilər heca olaraq?
Biraz variantlara da baxıb kömək ala bilərsiniz də. Lo ola bilər də, düzdür? O, Orta hə, hissə. lo. Çünki bir dənə baxın, A variantında T-dən sonra tok gəlir. Tok. Axı tok yoxdur orada. Amma baxın, lo ola bilər. Çilo ilə getdik, düzdür? Zəng edir. Zəng edir. Zəng edirəm. Labo. Zəng edir. Labo. Gətirin bunun altına bir dənə də labo qoyun. Kilo, labo. Kilo, labo. D variantı. Məğzin tuta bildiniz nə demək istəyirəm? Tuttuq müəllim, bu deyəsən ki, Çin dili elə. Ola bilmirəm, Yapondur, Çindir, nədirsə. Qəribə bir dildir. Müəllim, belə sual düşüb heç qəbullara. O qədər. Buna biz çörək verən sual dedik də. Adı bulanı çörək verən suallardır. Gəlin, birini də siz tapın, sonra keçək ev tapşırığına. Finişi bundan qoyuruq. 6 nömrəli testdə finişdir. Bundan bitiririk dərsin sanı. Günlar sənin ixtisasın nədir? Zeynalzadə. Maliyyə. Ünəkdə oxusan yəqin. Yox, mən bitirmişəm müəllim. Bitirmişsiniz. B'dir, yoldaşlar B'dir, bəli. Rəşid, sizə də düşür bu. Yəni, ya verbal şifrə, ya kodlaşma, ya da yadınıza gəlir, qarşılıq testlərin içində var idi bu aradan. Həqiqətən də çörəkdir. B'dir cavab, B. Pərvanə, N variantı nədir? Yoxsa nəsə yazmışsan akrendir. Yoldaşlar, getdik. Sən məni axtarsan lazımdır. Sənlə başlayır. Sən. İkisi də zona başladı, zona. Demək, bura zo yazırsınız. Məni sözü. Zodan sonra gələn ladır. Zola ilə yola çıx, zola. D səhvdir. C səhvdir, zolodur. Zolodur, A lazımdır. Sonra A səhvdir. Ya Y'dir, ya da B'dir, ikisindən biri. Axtarırsan sözü, axtarırsan, axtarıram. Axırı nədir? Kaho. Gətirib onun axırına bir dənə də kaho qoyun. Zola kaho. B variantı. Aydındır. Bu qədər. Dərsimiz bundan ibarətdir, dərsiz axı. Ev tapşırığı. Zəhmət olmasa kimsə SSE bir dənə qrup alsa kifayət edir. Qoşulmayanlar üçün bilsinlər. 1.1, 1.2, 1.3. 60 dənə test budur. 14 dənə test budur. 10 dənə də test budur. Toplam 84 dənə test yazacaqsınız. Getdik.